Nə istədiyimi bilmirəm, özümü necə tanıya bilərəm? Nə istədiyimi bilmirəm. Aha, insan bilməyəndə ki, mən nə istəyirəm həyatdan, mən necə biriyəm, siz ən qısa yolu, ən qısa variantlardan biri odur ki, siz nəyə baxasınız? Nəyi istəmirəm həyatımda? Mən dəqiq həyatımda nələrlə üzləşmək istəmirəm? Mən həyatımda dəqiq nəyi qəbul etmirəm? Nəyi özümə uyğun görmürəm? Nəyi yaraşdırmıram? Bax, onlara baxsaz, nə istəyirsiniz, onlar tez çıxacaq ortaya. Nə istəyirəmi bilməyən insanda bu əslində nədən yaranır? İllərlə onun yerinə qərarlar verilib. İllərlə onun fikri ciddiyə alınmayıb, fikri ilə maraqlanmayıblar. Fikrini önə sürsə də hələ bir sözünü kəsiblər, heç dinləməyiblər axıra qədər. Belə sözünə ixtiyar hələ bir o ortamda harda ki yaşayıb, orada hələ bir ixtiyarı söz sahibi olmayıb da hələ bir həmin ortamda. Yəni çox vaxt buradan irəli gəlir də. Biraz ailə, necə deyim sizə, hiperhimayə göstərən ailə, yəni hər bir şeyə qarışır, çox kontrolcu ailə, çox, yenə də deyirəm də, sizin yerinizə qərar verən insanlar daim olubsa, onda əlbəttə ki, bax, insan bilmir onda nə istəyir. Bir də ki, bəzi duyğuları bastırılmış olanda insanın, qəzəbi bastırılmış olanda, yəni mənim rast gəldiyim pasiyentlərdə kimlər ki deyir, bilmirəm doğrudan nə istəyirəm, hansı peşədə olsaydım daha yaxşı olardı. Yəni o insanların bastırılmış bir mənfi duyğular var kimlərəsə qarşı.